Salam balaca birincilər, hər birinizə xoş gördük. Bugün biz sizinlə riyaziyyat iş dəftərinin ikinci hissəsində olan ümumiləşdirici tapşırıqları işləyəcəyik. Artıq biz həndəsə fiqurlar bölməsini bitirmişik və hər bölmənin sonunda olduğu kimi indi də həndəsə fiqurlar bölməsinin sonunda ümumiləşdirici tapşırıqları işləyəcəyik. Gəlin baxaq məsələ həllinə nümunə. Lalə şəkildəki yol nişanlarından birini gördü. Bu nişan təpəsi və tərəfləri olmayan fiqur formasında idi. Lalə hansı yol nişanını görmüşdü? Uşaqlar, biz sizlə həndəsə fiqurları keçmişdik. Təpəsi və tərəfləri olmayan fiqur hansı idi? Dairə fiquru idi. Bura mən istəyirsiniz yazaq bura dairə. Yazmasaq da olar. Mən sizə izah üçün yazıram bura dairə. Və təbii ki, hansını üstündə velosiped işarəsi olan bir nişanı görüb Lalə. Gəlin addımlara baxırıq. Birinci addımda nə edir bizə? Biz nəyi tapmalıyıq? Lalənin gördüyü yol nişanını. Və bizə məlum olan nədir? Bizə məlum olan odur ki, Lalənin gördüyü nişan təpəsi və tərəfləri olmayan fiqur formasındadır. İkinci addımda isə məsələ həllini yolunu fikirləşirik və bayaq mən artıq bir dəfəlik dedim. Tərəfi və təpəsi olmayan fiqur hansı idi? Təbii ki, dairə fiquruydu. Burada yazırıq ki, təpəsi və tərəfləri olmayan fiqur dairədir. Lalə üzərində hansı şəkil olan yol nişanını görmüşdü? Bayaq dedim olsun. Velosiped. Sonra burada nə deyir bizə? Deyir ki, dördüncü addımdayıq artıq. Hər nişan hansı formadadır? Hansı fiqurun təpəsi və tərəfi yoxdur? Hər bir fiquru biz yazırıq. Deməli, birinci nişan, yəni bu yol nişanı kvadrat formasındadır. Bura yazaq. Kvadrat. İkinci fiqurumuzun 3 dənə təpəsi var, 3 dənə tərəf var. Hansı fiqurdur? Üçbucaq. Gəlin yazaq. Üçbucaq. Sonra üçüncü fiqur hansıdır? Dairəni göstərir. Və biz bu dairə fiqurunu yenə dairəyə almalıyıq. Çünki bizə deyir ki, hansı fiqurun tərəfləri və təpəsi yoxdur. Dördüncü isə burada avtobus nişanı gördüyümüz yol nişanı. Şəklin gördüyümüz avtobus olan şəkil. Bu isə bizə nəyi xatırladır? Düzbucaqlını yazırıq bura. Düzbucaqlı. Və sonra keçirik növbəti ümumiləşdirici tapşırıq olan səhifəmizə, yəni 9-a. Görək burada bizə nə deyir? Deyir ki, yalnız 3 tərəfi və 3 təpəsi olan fiqurları rənglə. Burada biz hansı fiqurları rəngləyəcəyik? Birinci fiqur kvadratdır. 4 tərəf və 4 təpəsi var. İkinci fiqur bəli, 3 bucaqdır. 3 bucağın başqa növüdür, amma 3 tərəfi və 3 dənə təpəsi var. Gəlin biz bunu rəngləməklə birbaşa vaxt itirmədən işləyək. Hansı rəngi seçək? Gəlin yaşıl rəngini götürək və işləyək. Sonra hansı fiqurdur? Üçüncü, dördüncü fiqurlar düzbucaqlıdır. 4 tərəf və 4 təpəsi var. Beşinci fiqurumuz dairədir. Tərəf və təpəsi olmayan fiqurdur. Və sonuncu bu fiqurumuz da nədir uşaqlar? Üçbucaqdır. Çünki 3 təpəsi və 3 tərəfi var. İndi bizə keçir ikinci tapşırıq. Şəkildəki fiqurların sayını qeyd elə. Misal yazmalı, suallara cavab ver. Suallar burada bitir. Gəlin işləyək. Üçbucaqda neçə dənə var uşaqlar? Üçbucaq. 1, 2, 3 dənə. Yazırıq bura 3. Dairə neçə dənədir? 1, 2. Yazıram bura 2. Kvadrat 1, 2. Yazıram 2. Bəs düzbucaqlı 1, 2, 3. Düzbucaqlı yazıram bura 3. Sonra bizdən nə istəyir? Cəmi neçə kvadrat və dairə var? Dairə və kvadratının saylarını istəyir. Ona görə də mən nə edirəm? Sayları toplayıram. 2 dairəmiz var. 2 də kvadratımız var. Cavab olacaq neçə? 4. Yazıram 4. Cəmi neçə dairə və düzbucaqlı var? Bu dəfə isə dairənin sayını, yəni 2-ni, düzbucaqların sayı neçə idi? 3 idi. 3 ilə toplayacağım və alacağım neçə? Cavab olacaq 5. Daha sonra təpəsi və tərəfi olmayan cəmi neçə fiqur var? Təpəsi və tərəfi olmayan fiqurumuz təbii ki, dairədir. Dairədə cəmi neçə dənədir? 2 dənədir. Yazırıq bura 2. Düzbucaqlılar dairələrdən nə qədər çoxdur? Deməli, düzbucaqların sayı 3-dür. Dairələrin sayı isə 2-dir. Nə qədər çox olduğunu tapmaq üçün 3-dən 2 çıxacağım, alacağım. Bərabər oldu 1-ə. Keçəcək növbəti tapşırığımıza. Bizdə 2 dənə fiqur var səhifə, tapşırıq var səhifəmizin sonunda. Deyir ki,
tam və onların yarısını birləşdir. Gəlin baxaq. Birinci gördüyümüz fiqur silindrin yarısıdır. Silindrin tamı isə buradadır. İkinci gördüyümüz fiqur kürəyə bənzəyir və kürənin yarısıdır. Bu da tamı ilə birləşdiririk. Gördüyümüz bu fiqur üçbucaqdır, yarısıdır. Bu isə tamıdır. Daha sonra bu isə konusdur, yarısıdır, tamla birləşdiririk. Kvadratı 2 bərabər hissəyə elə böl ki, 2 üçbucaq alınsın. Gəlin baxaq, kvadratdır. Biz kvadratı uşaqlar belə bölsək və yaxud da belə bölsək, burada üçbucaq ala bilmərik. Biz burada ancaq kvadrat və yaxud da düzbucaq ala bilərik. Amma biz kvadratı bu formada bölmüş olsaq, 2 dənə nə alarıq? Üçbucaq almış olarıq. Burada bizə deyir ki, 2 dənə düzbucaqlı alınsın. Biz bunun B variantını belə də bölə bilərik. Oy, əyri getdim. Aha. Belə də bölsək düzbucaq alınar. Və yaxud da ortadan da bölmüş alsaydıq, yenə də düzbucaq alınardı. Bax, belə uşaqlar. Səhifə 8 və 9-un izahını verir müəllimə. İnşallah növbəti videolarda sizinlə görüşərik.